Xoş gördük sizi, çox dəyərlərim. Əlbəttə ki, əminəm, çox möhtəşəmsiniz. Bizim bədən təkcə bioloji sistem deyil. O hər düşüncənin, duyğunun, hər seçimin kimyəvi izini daşıyan canlı laboratoriyadır. Endokrin sistem bu laboratoriyanın enerji dilidir. Hansı hissi seçiriksə bədən o duyğunu hormon kimi tərcümə edir. Qorxu kortizol, sevinç serotonin, qəbul etmə oksitosin hormonları və akses metodu isə bu enerji kimya dövranından müdaxilə edən şuurlu proqram kimidir. Bu mənimdirmi sualı sanki hipofizdə enerji blokunu açır, şuuru səssizcə reset düyməsinə toxunur. Hər dəfə daha nələr mümkün dedikdə isə bədən stres hormonlarını susturur, yerinə isə rahatlıq kodu açılır. Sistem K isə buna akseslə birlikdə bir şuuraltının biokimyəvi enerjisini təmizləyən sistem kimi baxır. Beyin kimyasını dəyişdirən hər düşüncə hormon sisteminə siqnal verir. Düşüncə dəyişəndə isə bədən yeni enerji qəbul etməyə başlayır. Bu isə həyat kodunun yenilənməsi deməkdir. Bugün sual verərək özünə fərqindəliklər aça bilərsən. Əgər hər şey mənim xeyrimə işləyərdisə, daha nələri qəbul etməyə hazır olardım və bundan da gözəl daha nələr mümkündür. Hələlik dostlar, bu mən idim sizinlə. Leyla Aliyeva, həkim endokrinoloq və eyni zamanda şuuraltı spiritual enerji elmləri mütəxəssisi. Sizi canlı və onlayn seanslarımıza qatılmağa dəvət edirəm. Hələlik.